Bütün dünyada böyük futbolçuların adları və simaları tanınır. Messi'nin formasını geyinmiş ucqar bir kəndəki uşaqdan tutmuş, Singapurdakı Ronaldo'nun posterləri ilə bəzədilmiş otaqlara qədər. İnsanlar hər gün milyonlarla Neymar şəkillərini paylaşır. Bəziləri isə xarici görünüşlərini Rio və ya Griezmann'a bənzətməyə çalışırlar. Milyonlarla insan bu futbolçuların sosial şəbəkə hesablarını izləyir. Bu artıq sadəcə şöhrət və populyarlıqdan ibarət deyil. Biz onları qəhrəman kimi qəbul edirik. Ya da ən azı buna inanmaq istəyirik. Onlar bizim arzuladığımız işləri görürlər. Təhlükə ilə üzləşir, mübarizə aparır, qalib gəlir və ümidimizi yenidən doğururlar. Məhz bu səbəbdən biz onlara bağlanırıq. Azarkeşləri onlar üçün kilometrlərlə yol qət edir. Virtual aləmdə saatlarla mübahisə aparır. Hətta bəzən onları görmək üçün meydanın ortasına qaçırlar. Futbol bu bağlılıq olmadan mənasız olar. Çünki o, həyatımızın dramatik bir təcəssümüdür. Həyat kimi qəhrəmana ehtiyac duyur. İnsanların qəhrəmana ehtiyacı var. Onların əvəzinə mübarizə aparan, şərəf qazanan və əldə etdiklərini onlarla bölüşən birinə. Əsgər, polis, vicdanlı siyasətçi, yanğın söndürən və ya sülh fəalı kimi. Qəhrəmanımız olmasa belə, biz onu özümüz yaradırıq. Kino və nağıllarda olduğu kimi, xəyallı qəhrəmanlarla. Biz o insanlarıq ki, nağıllarda qəhrəmanın gəlib canavarları məğlub etməsini gözləyirik. Lakin bugün qəhrəmanın siması dəyişib. Onun nə fövqəladə gücü, nə plaşı, nə də uça bilmək bacarağı var. Amma o, hələ də qəhrəmandır. Müasir qəhrəman futbol meydanında parlayır. Tək başına rəqibin müdafiəsini yarıb keçən, hər kəsin bacarmayacağı işləri görən biri. O, narahatlığı sevincə, bəzən də gülüşü göz yaşına çevirir. Eniş və məğlubiyyətin qarşısını alır və xilaskara çevrilir. Alqışlaya biləcəyimiz birinə. Futbolun hər dövründə bir neçə böyük qəhrəman, daha çox kiçik qəhrəmanlar və minlərlə adi oyuncu olur. Böyük qəhrəmanlar yüksək səviyyəli oyunların və böyük komandaların sehirbazlarıdır. Tanınan, sevilən və heyranlıq doğuran. Amma onları qəhrəman edən nədir? Bir oyuncunu əfsanəyə çevirən nədir? Bəzən daim çalışan, inadkarlıqla səy göstərən bir oyuncu qəhrəmana çevrilir. Əzmlə zirvəyə qalxmağın mümkün olduğunu sübut edən biri. Rivaldo kimi yoxsulluq və ayrı seçkili içində böyünməsinə, qidalanma çatışmazlığına və ağrılarına baxmayaraq 2002-ci il Dünya Kubokunun ulduzu oldu. Onun qəhrəmanlığı çətinliklərlə mübarizədə idi və bu mübarizə ilə bizə də ruh verdi. Bəzən də bir futbolçunun fitri istedadı onu qəhrəman edir. Fövqəladə texnikası, nəticəni dəyişmək və komandasını xilas etmək bacarığı ilə. Məsələn, Lionel Messi. Hər kəs Argentinanın Dünya Kubokuna çıxmayacağını düşünəndə, o, meydanda möcüzə yaratdı və komandasını tək başına ayaqda saxladı. Bəzən qəhrəman bizə başqa cür olmaq imkanını xatırladan biridir. Üsyankar, qiyamçı, daha yüksək dəyərlər uğrunda qalibiyyətdən belə imtina edən biri. Zidane kimi. Dünya Kubokunu qazanmağa bir addım qalmış, hər şeyi bir anda itirdi. Bəzən qəhrəman son ana qədər çalışan, amma taleyin onun tərəfini tutmadığı biridir. Zədə səbəbilə futboldan erkən ayrılan, amma tarixdə ən böyük hücumçulardan biri sayılan Van Basten kimi. Bəzən qəhrəman başı dik halda məğlub olan ya da faciənin mərkəzində dayanan biridir. Bəzən qəhrəman elə xüsusi biri deyil, əksinə sadə insanlara bənzəyən biridir. Arzuları və istəkləri adi insanlar kimi olan, onlarla eyni həyat tərzini yaşayan biri. Meksika mədəniyyətinin simvoluna çevrilmiş, rəngarəng geyimləri və qeyri-adi davranışları ilə yadda qalan Jorge Campos kimi. Ya da Afrikanın əzabkeş insanlarına hamıdan çox bənzəyən Roger Milla kimi. Futbolun qəhrəman yaratmaq üçün çox yolu var. Klub oyunlarının əhəmiyyətli olduğu doğrudur. Lakin futbolun ən böyük qəhrəmanları milli oyunların qəlbində formalaşır. George Best, Ryan Giggs və George Weah kimi oyuncular nə qədər böyük olsalar da, Dünya Kubokunda parlamadıqları üçün ölkələrinin bayrağı altında çıxış edənlər qədər yaddaşlarda qalmadılar. Dünya Kubokunda insanlar futbolçularını əfsanəvi qəhrəman kimi görürlər. Ölkələrini xilas etmək üçün tək başına meydana çıxan fədakar döyüşçülər kimi. Onları sadəcə qəhrəman deyil, əfsanəyə çevirən də budur. Adlarını eşidəndə ağla dərhal ölkələrinin gəlməsi. Bu, məhz Dünya Kubokunun yaratdığı möcüzədir. Dünya Kubokunun ilk əfsanələrindən biri Leonidas idi.
futbol tarixində velosiped zərbəsini kəşf edən oyunçu. O, 1938-ci ildə keçirilən turnirdə 7 qol vurdu və bir neçə velosiped zərbəsi ilə komandasını yarımfinala qədər çıxartdı. Braziliyada qaradərili futbolçuların milli komandaya çağırılmasına qarşı çıxıldığı bir dövrdə Leonidas ayaqqabısız meydana çıxaraq qumda futbol oynayan uşaqların səsinə çevrildi. 1958-ci ildə isə Fransanın ulduzu Just Fontaine əfsanəyə çevrildi. O, komandasından daha böyük bir oyunçuya çevrilərək cəmi 6 oyunda dünyanın ən güclü müdafiələrinə qarşı 13 qol vurdu. Tarixdə heç kimin etmədiyini etdi və bəlkə də heç kim təkrarlaya bilməyəcək. Bu qədər inanılmaz göstərici isə hələ Dünya Kubokuna bir neçə həftə qalmış, yığmaya son anda dəvət olunmuş bir oyuncudan gəlmişdi. Eyni turnirdə 17 yaşlı Pele dünya futbolunun simasına çevrildi. Yarımfinalda hat-trick etdi. Finalda isə qələbə qolunu vurdu. Onun texnikası o qədər yüksək idi ki, sonrakı 2 Dünya Kubokunda rəqib müdafiəçilər onu yalnız zədələməklə dayandıra bilirdilər. 1970-ci ildə isə tarixə ən güclü komandalarından biri ilə düşdü. Finalda həm qol vurdu, həm də ötürmə verdi və Braziliyanı 3-cü dəfə dünya çempionu etdi. Pele 4 ardıcıl Dünya Kubokunda qol vuran və karyerası boyunca ən çox qol vuran yeganə futbolçu kimi tarixə düşdü. Sonra Portuqaliyanın ulduzu və Afrikadan çıxan ilk böyük əfsanə olan Eusebio xatırlanır. Şimali Koreya ilə oyunda komandası 3-0 hesabı ilə geridə olarkən o 4 qol və bir məhsuldar ötürməklə hər şeyi dəyişdi və komandasını qələbəyə apardı. Sovet İttifaqının əfsanəvi qapıçısı Lev Yashin isə məşhur qara forması və heyrətamiz refleksləri ilə yadda qaldı. O, 3 Dünya Kubokunda iştirak etdi və ölkəsinin ən sevilən idmançısına çevrildi. Onun səhvlərini belə insanlar təsadüfi zərbələrlə əlaqələndirirdi. Çünki bir əfsanə onların şuurunda heç vaxt səhv etmir. Əfsanəvi Alman hücumçusu Gerd Müller də futbol tarixində silinməz iz buraxdı. O, 2 Dünya Kubokunda 14 qol vuraraq Almaniyanı 1974-cü ildə çempion etdi. Xüsusilə Hollandiyaya qarşı finalda vurduğu qol onu Alman azarkeşlərinin gözündə ölkənin ən sevilən futbol simasına çevirdi. Argentina futbolunun əfsanəvi siması Diego Maradona nə 2010-cu ildəki uğursuz məşqçilik macərası, nə də 1994-cü ildəki dopinq almaqalı ilə yadda qalıb. O, dünya çempionatlarındakı çempionluğu və vitse-çempionluğu, Tanrının əli ilə vurduğu mübahisəli qolu, inanılmaz driblingləri və 1990-cı il finalındakı göz yaşları ilə xatırlanır. Dünya çempionatı onu unudulmaz bir əfsanəyə çevirdi. Zinedine Zidane isə futbol tarixinin ən mükəmməl yarım müdafiəçilərindən biri kimi tanınır. 1998-ci il dünya çempionatının finalında vurduğu 2 qolla Fransanı çempion edən Zidane 2002-ci il turnirini buraxsa da 2006-cı ildə artıq 35 yaşında yenidən meydana qayıtdı. İspaniya, Braziliya və Portuqaliyaya qarşı göstərdiyi parlaq oyunla komandasını finala çıxartdı və finalda Gianluigi Buffon qarşısında vurduğu incə çip penaltısı ilə özünü futbol tarixində əbədi bir əfsanəyə çevirdi. Və əlbəttə ki, Braziliyalı Ronaldo 4 dünya çempionatında göstərdiyi heyrətamiz oyunlarla heç vaxt göz ardı edilə bilməyəcək simalardan biridir. Nəticədə bu əfsanələr təkcə qazandıqları titullarla deyil, meydanda göstərdikləri parlaq oyunla, ruhlandırıcı hekayələri ilə də milyonlarla insanın ürəyini və yaddaşını fəth etdilər. Onlar futbolun tarixində əbədiləşən və hər zaman azarkeşlərin hafizəsində yaşayacaq anların qəhrəmanları oldular. Bax, buna yaxşı futbol deyirlər. Baxın və zövq alın.